Salam, hər vaxtınız xeyir olsun. Podkastımızın yeni bölümündə hər birinizi xoş gördük. Bugünkü qonağım Hədəf Şirkətlər qrupunun qurucusu, filoloq, ən əsası da mənə ən yaxın olan tərəfi müəllim Şəmil Sadiqdir. Xoş gəlmisiniz. Xoş gördük, xoş gününüz olsun. Şəmil müəllimin şirkətinin təşkil etdiyi bir forumda onunla daha yaxından tanış olmaq fürsətim oldu. Ondan sonra bütün təhsillə bağlı paylaşımlarını, videolarını izlədikdən sonra təhsilə eyni bucaqdan baxdığımızı gördüm və düşündüm ki, niyə də Şəmil müəllim burada bizlə olmasın və biz bəzi qaranlıq qalan məqamları aydınlatmayaq. Xoş gəlmisiniz. Niyə də yox deyirlər. Bizə də xoşdur, minnətdaram diqqətinizə görə. Təhsil TV-də təhsildən danışmaq çox maraqlıdır. Müəllim, müasir uşaqların həyatında hazırki məktəbin rolu nədir? Ümumiyyətlə, şagirdlərin məktəbə gəlməsi onlara nə qazandırır və yaxud da ki, bu vaxt itkisidirmi? Çox üç mərtəbəli sual oldu. Deməli, belə eləyək də. Mən arzu və zarafat bir müəllimə tərif vermişəm. Deyirəm, dünənin adamı bu günə sabahı öyrətməyə çalışır. Dünənin adamı bu günə sabahı öyrətməyə çalışır. Yəni, mən dünəni öyrənmişəm, bu gün real həyat yaşayıram və bir də sabahı çalışıram, ona öyrədim. Bu baxımdan baxanda doğrudan da uşaqlar üçün məktəb sıxıcı olur. Ümumiyyətlə, təhsil bilirsiniz də son 100-150 ildə bizim bugünkü model əsasında formalaşdı. Amma qədim dövrlərdə usta şagird anlayışı var idi. Müəyyən daha fərqli formatda mədrəsələr və yaxud da kiçik belə deyək ki, ocaqlar var idi ki, insanların yetişdirilməsində, böyüməsində. Açığı son zamanlar mənim də gəldiyim qənaət budur. Bir çox pedaqoqlar da belə yanaşır ki, məktəb həyatı şagirdlərə çatdıra bilmir. Həyat çox sürətli inkişaf eləyir. Məktəb isə çox geridən gəlir. Biz tutaq ki, məsələn, xırda bir məşhur olan süni zəkadan danışaq. Bizim müəllimlərin dərsliyə, dərs proqramına, süni zəka proqramlarının gəlməsi bir zaman alır. Ən azından 3 il, 5 il bunu eləyək. Artıq son 2-3 ildə isə bizim dərs dediyimiz uşaqlar bizdən çox qabaqda süni zəka proqramını istifadə eləyir və bizi çox önə keçmiş olur. O baxımdan uşaqlar adətən fikirləşir ki, biz məktəbə niyə gəlirik? Həyat başqa yolda inkişaf eləyir, biz başqa yöndə inkişaf eləmiş oluruq. Bu baxımdan baxanda əlbəttə məktəbi uşaqlar sevmir. Amma biz tədqiqatçılar, pedaqoqlar, ümumiyyətlə müəllimlər məktəbi son zamanların məşhur trendi var idi. Evimizə çevirək, evimizi məktəbə gətirək. Hətta başladıq siniflərdə model dəyişilməyə, divanlar, yumuşaq oturacaqlar, xalça, palaz, bəzi fin təhsilindən tez-tez misal çəkirlər bunu. Mən beynəlxalq təhsil proqramlarındakı sinif bir ev havasına gəlsin ki, şagird özünü tamamilə təcrid olunmuş başqa bir dünyada hiss eləməsin. Çünki bizim bayaq qeyd elədiyim kimi məktəb və həyat bir-birindən biraz fərqlənir. Biz məktəbdə çox əxlaqlı, mədəni, tərbiyəli, dürüst, vicdanlı, ədalətli və s. Bütün bu insan üçün ideal olan hər bir şey yazırıq kitablara. Sonra da müəllimlərin əlinə kitab verir, deyir ki, sinifdə keç və biz bunu eləməyə çalışırıq. Amma məktəbdən çıxan uşaq çıxır, sonra görür həyatda elə deyil, cibindən pulunu oğurlayırlar. Yolda biri buna bir fərqli bir söz atır, ideal bir mühiti orada formalaşdırmağa çalışır, amma cəmiyyət tamamilə başqa cürdür. Əslində biz məktəbi ona görə qurmuşuq ki, cəmiyyəti tərbiyələndirək. İş orasındadır ki, bəzən məktəb cəmiyyətin formalaşmasında, cəmiyyətin tərbiyələnməsində yetərsiz qalır. Hətta deyəsən mən bir dəfə də yazmışdım ki, biz məktəblərimizi, təhsilimizi qurtarmaq üçün birinci valideynlərimizi qurtarmalıyıq. Valideynlərimizi qurtarmaq üçün yaxşı valideyn yetişdirməliyik. Yaxşı valideyn yenə şagirddir, böyüyüb gələcəkdə valideyn olacaq. O bütün bu parametrlərə, mənəvi dəyərlərə, bəşəri dəyərlərə sahib olan insan formalaşdıra biləndə sabah onun övladı da yaxşı təhsil alacaq, yaxşı insan kimi formalaşacaq. O baxımdan istəsək də, istəməsək də məktəb tam olaraq həyatımızı ifadə edə bilmir və uşaqların da dünyanın əksər ölkəsində ən çox belə başa düşdüyüm statistikalarda Hollandiyadadır məktəbdə uşaqların xoşbəxt olması. Əksər ölkəsində, əksər məktəblərdə uşaqlar məktəbdə xoşbəxt olmur. Özlərini məktəbdə xoşbəxt hiss eləmirlər. Onlar orada həbsxana kimi baxırlar, onlar orada sərt qaydalar olan bir rejim kimi baxırlar. İndi ölkələrə görə bu dəyişə bilir. Məktəb modeli üzərində çox işlənilir ki, dəyişək, necə dəyişək, hər dəfə yeni trendlər, yeni yanaşmalar, yeni metodlar. Amma hələ də məncə insanlıq gəlib o məktəbin istədiyi
formatına çatmayıb. Belə başa düşdüm ki, gözləntilərin qarşılanmamağının, qarşılana bilməməyinin əsas səbəbi də o zamanın sürətlə inkişafıdır. Və biz ona ayaq uydurmağa çalışdıqca, nə qədər ona professional bir şəkildə ayaq uydurmağa çalışsaq da yenə də geridə qalırıq. Birmənalı şəkildə də, məsələn, bir gün bizim fizika kitablarımızda keçirik, nə bilim, mühərrik motorlarından, motorun ibtidai formasını. Amma bugün dünya ion motorundan istifadə edir. Nə bilim, tamamilə fərqli. İndi mən fizik deyiləm, ədəbiyyatçıyam deyə daha çox texnologiya baxımından bu problemləri yaşayır. O baxımdan ayaqlaşa bilmir. Məktəb həyatına ayaqlaşa bilmədiyinə görə adətən geri qalır. Bir də məşhur slaytlarımda istifadə edirəm bunu. 100 il bundan qabaqki təyyarəyə baxanda biz ilk yaradılan təyyarə 150 il deyək də, ilk yaradılan təyyarə bir nəfərli kiçik bir təyyarə modeli idi və indiki təyyarə modelinə baxırıq, nə bilim 100 tonlarla yükü göyə qaldırıb minlərlə insanı, yüzlərlə insanı bu başdan başa daşıya bilir. Maşın modelinə baxırıq, ilk Ford yaradılan maşın və bugünkü müasir ağıllı maşın modelinə baxırsan 150 ildə maşın nə qədər inkişaf eləyib, yəni ağla gəlməz səviyyədə. Amma məktəbə baxırıq, yenə şagird belə oturub. 150 il bundan qabaq da belə otururdu, müəllimə qulaq asırdı, indi də belə oturub, müəllimə qulaq asır. Və bu zaman həyat ilə məktəb ayaqlaşmır. Və ona görə də bəzən məktəbi sevə bilmir uşaqlar. Ona görə də hər birimiz, hər bir məktəb, hər bir tədris müəssisəsi, müəllim, yaradıcı olması, dəyişkənliyə meylli olması, operativ şəkildə zamanı izləyib, düzdür, bəzən proqramlar bizə imkan vermir, əlimizdə olan kurikulumlar ki, bəs bunu belə keçilməlidir. Amma məncə yaradıcı müəllim burada vəziyyətdən çıxa bilir, modeli dəyişə bilir, formatı dəyişə bilir. Sevilən müəllim o həyatın proseslərini ora cəlb eləyə bilir və yaxud da onun istədiyini verə bilir. Çünki bir də uşaq formalaşan bir material deyək də, biz onu böyütməli, başına buraxmaq da olmur. Çünki ona bir yön vermək, istiqamət vermək proqramı çizməlisən. Deyə bilərikmi ki, operativ, yeniliklərə açıq olan müəllim müasir dövrün tələbidir? Birmənalı şəkildə. Baxın, təhsilin qarşısında çoxlu məqsədlər qoya bilərik də. Yaxşı alim olsun, yaxşı nə bilim dil bilsin, yaxşı insan olsun və s. və s. Bunların hamısını bir dənə adı qoya bilərik. Çevik, zəkalı insan yetişdirsək biz, qarşısına çıxan problemlərə anında cavab verə bilsin, vəziyyətdən çıxa bilsin, özünü ifadə edə bilsin, gördüyünü normal, doğru, dürüst anlaya bilsin, bu insan modelidir. Biz bəzən dediyim kimi təhsildə yalnız nəzəriyyələri yükləyə bilirik, yalnız standartları verə bilirik və bu zaman qırılır məsafə. Amma biz ağıllı insan, bilgə insan, müdrik insan yetişdirdikdə, yəni görən, düşünən, dərk eləyən, bayaq dediniz, kreativ, yaradıcı müəllim eləyəcək bunu. Bu adamı yetişdirə bilsək, o cəmiyyətdə istənilən sahədə, istənilən yerdə uğur tapa bilir. Amma biz onu yetişdirə bilmirik. Çox yaxşı ingilis dili bilən uşaq yetişdiririk. Sabahkar işsiz qalır, deyir ki, yaxşı ingilis dilini bilirəm, mən işə götürmürlər. Axı sən ingilis dilini bilməyi ilə bazarın üst-üstə düşmür. Və yaxud da biri çox yaxşı riyaziyyatçıdır, mütəxəssisdir deyək. Amma cəmiyyətdə uyğunlaşma, adaptasiya əziyyəti çəkir, problemi yaşayır. O baxımdan məncə bütün istər müəllim, istər şagird anlayışına gələndə yaradıcı və çevik zəkalı insan modeli olmalıdır. Müəllim əgər çevik zəkalıdırsa, dediyim kimi hər şeyi kitabda yazmırlar. Hər şey proqramda da yazmırlar. Bəzən biz müəllimlər tənbəl öyrənirik. Deyirik ki, bunu niyə öyrətmirsən? Deyir ki, kitabda yoxdur. İndi sən deməli kitabda yoxdursa keçməyəcəm. İstərsə də həyatın digər tərəflərini məncə müəllim kitabda var, yox, fərqi yoxdur. O tapmalıdır prosesi, yolunu. Ora bir əlavə də eləmək istəyirəm. Məncə operativ, yeniliyə açıq və həm də mübariz olmaq lazımdır. Bu vacib şərtdir. Nə üçün? Çünki yeni bir yol, yeni bir cığır yaradan hər insan qarşısında ona mane olan minlərlə insanla qarşılaşır. Sadəcə insan deyil, düşüncələrlə, nəzəriyyələrlə də qarşılaşa bilir. Əgər həmin yeniliyə açıq olan insanın mübarizlik ruhu olmasa, o bir yerdə artıq mübarizəsini dayandıracaq, nə qədər yeniliyə açıq biri olsa da ruhdan düşəcək. Gəl mübarizliyi ifadə ilə güclü insan. Psixoloji baxımından güclü olmalıdır. Bugünün ən böyük problemi də insanlarımızın tez ruhdan düşməsi, həvəsdən düşməsi, maraqsızlaşması, cəmiyyətə yerdə şikayətlənməsi. Amma məsələn bizim nəsil, indi A nəsli, Z nəsli deyə gəlirlər. Bizim nəsil işgüzar nəsil idi. Çalışırdı, döyüşürdü, vuruşurdu. Amma indiki nəsil, yəni son deyək ki 20 yaşı ərəfəsində bunlar üçün həyat biraz da fərqlidir. Bir də yaşam standartları dəyişir.
yaşam tərzi dəyişir. Bayaq dedim, ha, dünənin adamı bu günə sabah öyrədir. Mən hər dəfə mənə dədəm belə idi, mənə nənəm belə idi, bizim kənddə belə idi, bizim vaxtımızda belə idi. Uşaq dönür nə deyir qardaş? O sizin vaxtınızdır. Bizim vaxtımızda elə deyil. Onun da uşağın vaxtında belə olmayacaq. O baxımdan insan birinci güclü olmalıdır. Bayaq dediyimiz o hədəflərə doğru gedəndə çevik zəka, məntiqi düşüncə, yorulmazlıq. İnsan yorula bilər, amma öz-özünü motivasiya eləmək qabiliyyətinə malik olan insan obrazını yetişdirmək məktəbin birinci borcu olmalıdır. Mən birmənalı deyirəm, təhsil deyəndə biz elmi nəzərdə tuturuq. 700 bal toplayıb instituta girməyi nəzərdə tuturuq. Qətiyyən qəbul eləmirəm. Bu cür insan, bu cür cəmiyyət formalaşdıra bilmərik. Onun yerini artıq süni zəka əvəz eləyir. Mənim 700 bal toplamaq deyək də, nə bilim 1000 bal da %100 yazmaq deyək. Bu format dəyişir. Bilgi ilə, elm ilə sinifdə, cəmiyyətdə hökmranlıq eləmək olmur. Bugün sən bacarığı ilə, sən çevik zəka ilə, sən mübarizliyi ilə bayaq dediyinin, sən güclü fəhmi ilə, özünü idarə etmə qabiliyyəti ilə fərqlənə biləcəksən. Yoxsa mən hər şeyi bilirəm, mən filoloqam, gəlin mənə bir 2-3 saat vaxt verin, nə bilim, gedim fizikanın, mexanikanın qızıl qanunundan hazırlaşım, bir təqdimat hazırlayım. Doludur. Mənim vəzimdən slayt hazırlayanlar olacaq. Səsimi verəcəm ora, nə bilim, video da hazırlayacaq. Artıq texnologiya dəyişib də. O baxımdan bizim də təhsilə yanaşmamız, bizim də məktəbə yanaşmamız dəyişməlidir. Bu tək biz deyil, bütün dünya belədir. Dünya təhsilində bu dəqiqə bu mövzu çətinlik yaratmış olur. Bilgi yarışı dövrü bitir. Bilginin hökmranlıq dövrü bitir. Çünki hamının əlçatan imkanları var. Bir gün biz bu studiyada çəkirik, amma biz ikimiz bu söhbəti eləyib bir süni zəka proqramına verə bilərik. 2 məkab dedikləri, nə bilim, obraz çıxarda bilər və onu videolaşdıra bilər və təqdim edə bilər cəmiyyətə. Amma bunu danışmaq, bunu ifadə eləmək, burada özünü ifadə eləmək bacarığı önəmlidir. Bir də nəzəriyyə ilə, indi o bilgi deyəndə mən onu nəzəriyyə ilə eyniləşdirirəm qismən. Nəzəriyyə ilə praktika hazırki dövrdə gördüyüm qədərilə döyüşür. Praktika üstün gəlir nəzəriyyəyə. Təcrübə çox. Amma biz qiymətləndirmə mövqeyinə gələndə praktikanı yox, məhz nəzəriyyəni qiymətləndirməyə meylli oluruq. Mən bunu şəxsi araşdırmalarım nəticəsində bu qənaətə gəldim ki, axı biz niyə belə eləyirik? Çünki nəzəriyyəni qiymətləndirmək çox asandır. Amma praktikanı qiymətləndirmək çətindir və çətinlikdən də ziyadə orada qarşı tərəfin səbəbləri də göz önündə türklər demiş bulundurularsa, artıq o zaman sənin qiymətin də dəyər itirir. Yəqin belədir də, o da tam haqlısınız. Yəni nəzəriyyəni qiymətləndirmək asandır, bir də praktikanın qiymətləndirilməsində subyektiv, obyektivlik var. Təcrübəni qiymətləndirmək subyektivlik tələb eləyir. Yəni bir insan bir insanı ölçməlidir. Bəli. Amma nəzəriyyəni qiymətləndirmək artıq avtomatikləşdirilmiş, avtomatlaşdırılmış maşınlar 100-dən sual ver, cavabı budur, düz yazdı, səhv yazdı və bundan çıxarda bilirsən vəziyyətə. İOL olimpiyadası var, International Linguistik olimpiyadası da belə deyək, dillər üzərində olimpiyadadır, beynəlxalq olimpiyadadır. Bizim liseyin şagirdlərindən biri olimpiyadada iştirak eləmişdi, Banu İbrahimli. Banu yer tutmamışdı o olimpiyadada. Amma Banunun sualları verdiyi həlli yolları, təhlil ərəfəsində yazdığı cavablar komissiyanı maraqlandırmışdı. Ona bir xüsusi məktub gəlmişdi. Bu uşağın xüsusi istedadı var və bu bizim təsəvvür eləmədiyimiz formada həllə getməyə çalışır. Bu artıq subyektiv qiymətləndirmədir. Çünki maşın onu qiymətləndirə bilmir. Maşın sonunda nəticəyə baxır. Cavab adı, bedi, cedi və s. filandır. Amma bunu yazan baxır ki, bundan fərqli yolda. Biz heç bunu düşünməmişdik. Deməli, bu modeldə var. Bu baxımdan təcrübələrin qiymətləndirilməsi subyektiv olduğu üçün obyektivliyi qorumaq çətin olur. Amma biz obyektivliyi özünü ifadə edə bilən insan modeli, kadr potensialımızı, nə bilim, məktəb direktoru, universitet rektoru və ya da sistemi formalaşdırsa, çünki yenə insandan asılıdır. Onu doğru düzgün qiymətləndirib ortalığa çıxarda biləcək. Şagirdlərin məktəbdə düzdən daha çox mən belə şəxsi qənaətimdir, səhv etmələrini istəyirəm. Çünki onlar səhvlərindən daha çox öyrənirlər. Çünki mən özüm də görürəm ki, səhvlərimdən daha çox öyrənirəm. Amma gəlin baxaq müəllim aspektinə. Müəllim olaraq bizim səhv etmə imkanımız, limitimiz çox aşağıdır. Təhsildə təcrübə təhlükəlidir.
Çünki sən həmin anda onun nəticəsini görə bilmirsən. Tutalım, mən 1-ci sinif şagirdləri ilə apardığım hər hansısa bir eksperimentin nəticəsini 5 il, 6 il, bəlkə də 10 il sonra görə bilərəm və bəlkə də heç onu görməyəcəm. Artıq burada bizim təhsildə standartların varlığına ehtiyacımız var. Yəni nəzəriyyə artıq sırf bu səbəbdən bəlkə də düşünürəm ki, riskləri ortadan qaldırmaq məqsədi ilə təhsildə daha ağır. Nəzəriyyə, standart, çərçivə olmalıdır. Amma sizə bir şey deyim, məncə məktəb çərçivəni sevmir. Müəllim standart, baxımından da. müəllim olaraq deyirəm. Məktəb standartı sevmir. Məktəb, bilmirəm deyəsən Uşinskinin sözüdür. Belə bir fikir var. Deyir, müəllim istəyir stolun üstünə çıxsın, istəyir stolun altına girsin, istəyir müəllimə açsın, amma öyrətsin. Yəni nəyi necə öyrədəcəksə öyrətsin, mənim nəticəni əldə eləmiş olsun da. İndi o baxımdan standartlar istənilən halda bir iş başlanılırsa, bir proses gedirsə, çərçivə olmalıdır, yol xəritəsi olmalıdır. Bu bir mənalıdır. Mən o baxımdan təhsildə təcrübənin tərəfdarıyam və zaman-zaman biz bunun həllini görəcəyik. Məsələn, bugün müasir dünyanın müxtəlif ölkələrində 4 illik, 5 illik, 6 illik təhsil yavaş-yavaş düşür aşağıya. Məsələn, əksər ölkədə tutaq ki, magistr təhsili 2 ildir, amma az bir ölkə var ki, magistr təhsili artıq 1 ilini məsələ yekunlaşa bilir. Zaman sürətini azaltmaq üçün insanlar da təhsildə çalışırlar ki, onu biz aşağılara çəkək. İxtisarlar eləyirlər müəyyən mənada. O da nəyə çıxardır? Təcrübə ilə. Biz məsələn universitet tələbələrindən soruşanda deyirlər, oxuduqlarımızın heç biri həyatda lazım deyil. Universitet nəyə lazımdır? İlk sual bu olur da. Yəni 4 il oxuyursan, sonra gəlsən o sahədə işləməyə, baxırsan ki, sən oxuduqların ya köhnədən qalanlardır, ya reallıqda başqa cürdür. Və bir də başlayırsan təzədən öz ixtisaslı, öz peşəvi iş başında təcrübədə inkişaf elətdirməyə. Ona görə təcrübə ilə nəzəriyyə vəhdətdə öyrədildiyi təqdirdə daha effektli olur. Nəinki yalnız nəzəriyyə ağırlıqlı və yaxud yalnız təcrübə ağırlıqlı olanda. Müəllim, nəzəri hər hansısa bir bilgi verəndən sonra mütləq boş bir zaman verməyə çalışıram şagirdlərə. Niyə? Çünki sanki mən nəzəri bir biliklə o uşağın beynində bir toxum əkdim, bastırdım onu. Onun orada toxumun torpağa öyrəşməsi üçün, o mühiti özününküləşdirməsi üçün ki, orada böyüsün, göyə ucalsın, onun üçün bir zaman lazımdır. Bir mənalı. Və görürəm ki, bu zamanı onlara biz verəndə nəticələri qavraması daha da yaxşı olur və həmişə müəllimlərin yaralı yeri oxuyub anlamadı. Biz indiyə qədər, hardasa bir 3 il, 4 il bundan əvvələ qədər Azərbaycan dili sanki sadəcə dil qaydalarından ibarət imiş kimi tədrisimizi davam elətdirirdik. Amma sonradan oxuyub anlamanın nə qədər önəmli olduğunun fərqinə vardıq. Və günümüzdə müəllimlərin də, şagirdlərin də cəmiyyətimizin də nazir demişkən, yəni doğrudan oxuyub anlama problemlərimiz çoxdur. Var, bəli. Bir filoloq olaraq bu məsələdə biz müəllimlərə nə tövsiyə eləyərsiniz ki, biz oxuyub anlamanı uşaqlar üçün daha əlçatan və asan edək? Valla bu elə bir mövzudur ki, belə ayaqüstü nə mən tövsiyə verə bilərəm, nə də qərar verə bilərik. Amma təhsilin məncə təməli ilə oxuyub anlama üzərində qurulmalıdır. Bu yalnız Azərbaycan dili müəlliminin, ədəbiyyat müəlliminin funksiyası deyil də. Sözsüz ki, bu oxuyub anlamanı biz öyrədirik. Amma oxuyub anlama qabiliyyəti olmayanda fizikada əziyyət çəkir, tarixdə əziyyət, bütün fənlərdə əziyyətini çəkəcək. O baxımdan birinci bunun məsələsinin həlli məncə mütaliədir. Çoxlu mütaliələrin olmasıdır. İkinci, uşaqlarımızın danışdırılmasıdır. Biz uşaqlarımıza danışmağı da öyrətsəydik, dünya bir başqa cür olardı. Biz onları danışmağı çox öyrətmirik, imkan vermirik. Yəni bir müəllim olaraq mən də kimsə qarşısında danışmağa imkan vermirəm də. Bir sualın üstündə bir yarım saat danışıram. Məktəbdə də beləyik. Yəni biz özümüz danışırıq. Uşaq bir fikir söyləmək istəyir, yalan söyləyəcək, yanlış söyləyəcək, səhv söyləyəcək. Qulaq asmaq imkanımız olmur, səbrimiz çatmır. Məncə birinci biz çoxlu kitab oxumalıyıq. İkinci, oxuduğumuz kitabların müzakirəsini eləməliyik. Hökmən vacib şərtdir. Bunun bugün Azərbaycan cəmiyyətində elə mövzumuz da gəlib çatsın. Burada bədii ədəbiyyatın oxunma səviyyəsi çox aşağıdır. Məktəblərimizdə bu xüsusən də orta məktəblərimizdə, ibtidai siniflərimizdə. Burada valideyn baskıları da var bəzən, mən başa düşürəm. Amma valideyn də qınamıram ki, çünki o institutda qəbulu gözləyir. Onun üçün çox yaxşı, bədii əsər oxuyub, yaxşı insan olub əldə tutulacaq nəticə deyil.
bəlkə həyatında həmişə lazım olacaq, amma əldə tutulacaq, nə bilim, instituta girdi, qəbul oldu, universiteti bitirdi, diplomu var deyil bu. Miss oradan soruşulur ki, sən bu Nobeli qazandığın kimə borclusan? Yəni səncə burada sənin üzərində ən böyük əmək kimindir? Deyir anamın. Deyir ki, hamı fikirləşir ki, alimlər deyəcək, müəllimlərim deyəcək, deyir anamın. Deyir çünki anam mənə hər gün deyirdi ki, sən axşam evə qaydanda, yəni məktəbdən qaydanda deyirdi ki, bu gün müəllimə hansı sual verdin? Mən müəllimə yaxşı sual verəndə, məntiqli sual verəndə, anam mənə konfet verirdi, şokolad verirdi. Və ona görə mən hər dəfə sual icad eləyirdim özümdən ki, bu gün müəllimə bu sual verim və anamın da xoşuna gəlsin. İndi biz sual verməyi öyrətməliyik. Yəni anlamaq üçün sual vermə qabiliyyəti olmalıdır. Biz bəzən təzə test modelləri var, bəzən sual verilir, daha doğrusu mətndən bir parça verilir, deyib mətnə sual ver. Bir eksperiment eləmişsiniz, eləməmişsiniz bilmirəm. Uşaqların çoxusuna deyin ki, məsələn bu mətnə 5 dənə sual yaz. Gör neçə uşaq doğru, dürüst, məntiqli, faydalı sual yaza biləcək. Yəni tərsinə çevirək də. Sualı verib mətnindən cavab tapmayaq, cavabı verək deyə buna sual ver. Bu baxımdan danışdırmaq birinci, müzakirə eləmək, mühakimə eləmək, əsərlərin müzakirəsi keçirilməlidir. Önəmli tərəfləri budur. Yəni anlamanın birinci şərti oxumaqdır. Bir də danışmaq fürsəti verilir. Sözsüz. Yəni danışmaq və oxumaqda bu nə deyirlər, bir çeşid məsələsi kimi o prosesi davam elətdirə bilsək, mütaliə mədəniyyətimizi formalaşdıra bilsək, elə bilirəm ki, bizim oxuyub anlama qabiliyyətimizə gəlib yüksəldə bilərik. Yüksəldə böyüyən bir uşaq bir də cüsün çox məntiqli danışır, fikrini izah eləyir, bir şey əldə eləmək üçün sonra böyüyür, həyatda uğur qazanır və fikirlərsən ki, məktəb qurtarmayıb, bu nə eləməyib, bazarda böyüyüb, filan olub. Çünki cəmiyyətin içərisindədir, yaşamaq üçün daim ifadə eləyib, fikir alıb, fikir verib. Amma biz bunları bir günəş görməyən bitki kimi meşənin içərisində böyüdürük və sonra cəmiyyətdə o dediyiniz oxuma, anlama, dərk etmə, görmə, ifadə etmə problemləri yaşayır. Məncə birinci səbəb müəllimlərimiz çoxlu uşaqlara kitabı oxutturmalıdır və sözsüz gözləri oxumalıdır. Və yaxud da bugünün kitabı filmlərdir. Ən azından film oxutdurub, filmə baxdırtdırıb, sonra onu müzakirə eləyib danışdırtdırmaq, yəni bu da dinləmə mədəniyyətidir. Dinləmənin də formalaşdırması, görməyin də formalaşdırması və danışmağın da formalaşdırması. Ona görə yəni oxumaq deyəndə belə kompleks nəzərdə tuturam ki, teatra gedə bilirlər. Yəni oxumağın tərkib hissələri çoxdur. Yəni oxumaq sadəcə hərfləri oxumaqdan mən onu demək istəyirəm. Bəli, yalnız kitabı vərəqlədim, oxudumdan məsələ bitmirdi. Bütün günün ona gətirdiyi çoxlu şansları var. Biz sadəcə bunları düzgün istiqamətləndirə bilsək, o uşağımızın oxuyub anlama səviyyəsi yüksələcək. Bir status yazırsan, bir elan verirsən, filan tarixdə, filan yerdə, filan tədbir keçiriləcək. Altdan suallar gəlir. Nə vaxt keçiriləcək? Harda keçiriləcək? Kim keçirəcək? Qardaş, bu 5-6 cümlədir də. Oxu, anlamasan və bizim ifadə edin bu ifadəni. Məsələn, dərs keçirir. Mən adətən əvvəllər uşaq hazırlaşdırdığım dövrlərdə uşaqlara hissləndiyim dövr bu idi. Qabağında ədəbiyyat kitabı mənə soruşur. Müəllim Nizami neçənci ildə doğulmuşdu? Filan sənə neçənci ildə yazılmışdı? Hani bir çılğına dönürsən ki, kitab əli altındadır. Mən danışdırmaq istəyirsən. Aç, baxdı orada rəqəmdir da. Başa düşülməli bir şey. Çünki tənbəllikdir. Həkim mən niyə onu vərəqliyim? Elə bu desin yadında saxlayın. Axtarma vərdişləri. Bəli də, yəni tədqiqat, araşdırmadır. Və ya da bir sözün düzgün yazılışı. Uşağın kitabının arxasında lüğət var. Onu eləmir. Müəllimdən sorur. Müəllim falan söz necə yazılır? Halbuki orada var da lüğətində var. Çünki o tənbəllikdir və biz o araşdırmaya da yönəltməliyik. Önəmli şərtdə oxuyub anlama baxımından. Bunların hamısı oxuyub anlamanın gördüyüm o qədər geniş belə aspektlər var ki. Əslində təməlləri elə siz dediklərinizdir. Mənim çox sevimli bir müəllimim var idi. O da Azərbaycan ədəbiyyat müəllimim idi, hökmə müəllimim. Biz o repetitor olduğu dövrdə hansı ki biz universitetə hazırlaşırdıq, maraqlı bir üsul istifadə edirdi Şəmil müəllim. Deməli, biz sinifdə testləri yazarkən, mövzu sınaqları işləyərkən, qayda kitabı yanımızdaydı və deyirdi ki, sualın cavabını aç, kitaba bax, yaz. İmtahanda kitaba baxmamalısan. Mən onu, baxmayaraq ki, Azərbaycan dilində onu tətbiq edirdi, hazırda şagirdlərimə vurma cədvəlində tətbiq elədim və çox maraqlı bir nəticə aldım. Uşaqlara vurma cədvəlini əzbərləyin heç vaxt deməmişəm. Ümid edirəm ki, bundan sonra da deməyəcəm. Amma bir misallar kitabımız var. O misallar kitabını işlədən zaman deyirəm ki, vurma cədvəlini çıxartmışam. Yanınıza qoyun, ora baxa-baxa yazın, baxa-baxa yazın. Hardasa bir ay yarımın sonunda mən şifahi olaraq onları salacağım beləyəndə baxdım ki, artıq əzbər bilirlər. Bu bir daha mənə onu göstərdi ki, görüb
yadda saxlamaq məsələsi Bəli. var. Məsələn, şeir əzbərlətdiririk uşaqlara, deyirik ki, kitaba baxmadan de, əzbər de. Halbuki o kitaba baxa-baxa ifadəli oxuya bilsə, səsləndirə bilsə, obrazlı səsləndirə bilsə, bu artıq şeir əzbər bilmiş kimi bir şeydir. Eyni şey də dediyim kimi, yəni sualı kitaba bax, biz elə uzağa getməyək. Yəni müəlliməniz yaşayırsa Allah canı sağ eləsin, yaşamırsa Allah rəhmət eləsin. Deməli, pizza qiymətləndirmə testləri necədir? Beynəlxalq qiymətləndirmədir. Mətn verilir, sonra mətnin qabağından suallar verilir. Bu gün bizim indi kurikulumun təqdim elədiyi materiallar da təqribən oraya yaxındır, imtahan növlərimiz də yaxınlaşıb. Halbuki bu sualın cavabı bu mətndədir. Bax, yaz, bacarırsansa. Çünki dərk oxuyub anlama oradan çıxır məsələyə. Amma biz bunu götürüb gizlədirik, deyirik əzbərlə. Və əzbərçiliyə yönəldəndə yanlış olur. O baxımdan, yəni çevik zəkalı dediyim, oxuyub anlayan insan dediyim cəmiyyətimizə sizin dediyiniz metod çox yaxşıdır, mən də tərəfdarıyam. Qoy qabağına, baxsın, 1-2 axırda o baxmaqdan yorulur. Bəli. Deyirlər yadımda saxlayım, əzbər saxlayım ki, bilim nə idi. Hazırda düşünürəm ki, təhsilimizdə bir paradoks var. O paradoks da nədən ibarətdir? Müəllim sürətli zamanla ayaqlaşmalı və şagirdlərini zamana uyğun yetişdirməlidir. Amma eyni zamanda sinif otağında bacardığı qədər yavaşlamalı və şagirdlərinə zaman və vaxt verməlidir. Biz bəzən sinifdə də o zamanla ayaqlaşmaq istəyimiz sinifdə də özünü göstərir. Müəllim olaraq deyirəm. O qədər tələsirik ki, deyirik bu bilgini də verək, onu da bilsin, uşaq onu da bilsin. Amma bir anlıq belə dayanıb düşünəndə görürsən ki, verdiyim bütün bilgilər, sən düşünürsən ki, mən verdim, məndən çıxdı. Amma bəs qarşı tərəf onun nə qədərini götürüb? Çatdı mı, çatmadı mı? Bax, burada ciddi bir paradoks yaşayırıq. Bir də valideyn baxışından indi ora baxaq. Bayaq maraqlı bir məqam dediniz. Valideyn övladının universitetə qəbulunu düşünür. Bugünkü valideynlərin gözləntiləri, müasir valideynlərin müasir təhsildən gözləntiləri nədir? Sizin özünüz də valideynsiniz, 4 övlad atasısınız. Allah saxlasın hər birini. Nə gözləyirsiniz təhsildən? Çox qəşəng sualdır. Mənim bir təlimim olur arada. Valideynlər təhsildən nə istəyir? Doğrudan çox, birinci hər bir valideyn bunu qarşısına sual verməlidir. Mən məktəbdən nə istəyirəm? Biz təhsil deyəndə məktəb deyək, dəli universitet təhsili artıq ikinci mərhələdir. Biz hamımız məktəbə köçlənirik. Mənim gözləntim, mənim övladım insan olsun. Mənim övladım əxlaqlı, vicdanlı, ədalətli, mədəni, nə bilim, humanist, tolerant, yəni bir insan modeli. Mən görmək istədiyim budur. Bir insan özünü dərk eləyərsə, bir insan istər mənəvi, istər fiziki cəhətdən sağlam olmağı bacara bilirsə, həm öz canlılıq sağlığını qoruya bilir, həm ruhən sağlam olur, nə bilim, əxlaqi məsələlərdə qataq bunun içərisində. Bir də bir insan bacarıqlı olursa, bu bir normal insandır və bu cəmiyyətdə yaşamaq haqqı olan insandır. Onun üstünə bir yaradıcılıq, bir də bilik gələndə bu artıq üst insan olur ki, bizim gözlədiyimiz diplomlu adam deyək də. Təəssüflər olsun ki, diplom anlayışı, diplom xəstəliyi uzun illərdir, son 100 ildə bəşəriyyətə əziyyətə salır, çətinliyə. Bu bir yarışdır, bu bir diplom sevdasıdır. Hər kəs nə istəyir? Məsələn, əslində diplomu niyə istəyir valideyn? Uşağım oxusun, instituta gitsin, diplom olsun ki, fəhli olmasın, ağ adam olsun, daha səlqəli, masa ətrafında, nə bilim, daha rahat qazanc əldə edə bilsin, yaşaya bilsin. Amma indi bu yavaş-yavaş bu diplom almaq ilə bacarıq əldə etmək yan-yana deyil. Diplom alışı başqa bir şeydir. Pulu ilə, komfortu ilə, nə bilim, nə ilə diplom alınır. Amma bacarıq əldə etməyi insanlarımız buraxıb. Bizim valideynlərimizin yanlış tərəfi, tək Azərbaycan valideyni deyil, yenə deyirəm, şərqin ümumiyyətlə çoxluğu belədir. Avropa biraz bunu aşıb, onun üçün maraqlı deyil adam haranı qurtaracaq. Bizim təhsildən istədiyimiz bacarıq olmalıdır. Təhsildən də gözlədiyim odur ki, onu adam kimi yetişdirsin cəmiyyətə, faydalı bir insan kimi yetişdirsin. Sonra o özü öz yolunda tapacaq, nə bilim, dolanışığında tapacaq, yaşayışını da müəyyənləşdirə biləcək. Amma biz qüsurlu insan böyüdürük. Sonra deyirik ki, bunun yaşayış tərzi niyə belə oldu? Mən dönürəm, öz ailəmə baxıram. Mən Oxford oxumamışam, mən
güclü ingilis dili bilmirəm, mən böyük rus dili bilmirəm, bir də Azərbaycan dili bilirəm. İndi digər dillərində belə deyə də bilmirəm deyəndə biraz sonra fərqli baxacaqlar. Dərdimi anladacaq qədər. qədər. Dərdimi anladacaq qədər. Mən şəxs səviyyəsində ifadə edirəm. Fikrimi bu mənə yetərlidir. Amma mən bir iş adamıyam. Bu da bir motivasiya olsun həm valideynlərimizə, həm müəllimlərimizə. Mən uğurlu bir ailə başçısıyam. Nə bilim, atam-anama pis övlad deyiləm. Ətrafıma faydalı ola bilirəm. Bir iş qura bilirəm. Deməli, mənim müəyyən bacarıqlarım var da. Bu harda böyüyüb? Naxçıvanın Nehrəm kəndində. Uzqar bir yerdə, bir növ belə deyək. Kənd təsərrüfatında, heyvanların yanında, məişətdə, məhəllədə, bir kəndin içində necə olar, təbiətin qoynunda. Oradan böyümüşəm. Amma mən deyirəm ki, bu mənə niyə verdi? Bu bacarıq və bu qabiliyyətin şans falan zad da bir tərəfə qoya bilərik. Amma mən atamdan öyrənirdim. Bizi işlədirdi. Nə bilim, elə tapşırıqlar verirdi ki, fərqində olmurduq. Amma bir gün fikirləşdim ki, nə yaxşı mənə bunu vaxt demişdi. Sonra gəldim, həyatda bunu eləyə bildim. Çətinliklərə sala bilirdi. Bu baxımdan bacarıq dediyimizə qayıdıram yenə. O məktəblərdəki təhsil sistemində biz diplom sevdasından uzaqlaşa bilsək, peşə yönümlü təfəkkürə sahib ola bilsək, hər birimiz bir valideyn olaraq, mənim uşağım İngilis dili bilmir. Valideynlərimizin bu gün siz belə tutuquşu kimi hamının problemidir. Hamı ingilis dili öyrənməlidir. Niyə? Hindistanda nə bilim, əyyaşlar da ingilis dili bilir. İngiltərədə küçə təmizləyənlər də ingilis dili bilir. Deməli uğurlu adamdır. Yox. Hə, o mənim ölkəmdə biraz fərqli görsənə bilər. Amma bir yerdən sonra işə yaramır. O baxımdan biz insanlarımızı bacarıqlı böyütdüyümüz təqdirdə o gələndə dildə öyrənəcək. Lazımı təqdirdə başqa bir sənəti də öyrənməyə meylli olacaq. Ümumilikdə baxılalsa, bir statistika çıxardılsa, əksər insan 30 yaşından sonra öz bacardığı peşəni tapa bilir. Sevdiyi ilə bacardığını üst-üstə sala bilir. Arzuları ilə. Bəzən xəbərimiz olmur. Məsələn, mən ömür boyu deməyək də məktəb vaxtlarında heç vaxt müəllim olmaq istəməmişəm. Bir yerdə məcburiyyətdən, bir yerdə təsadüfdən və mən məktəbə başladım və indi fikirləşirəm ki, mən ən yaxşı halda müəllim ola bilərdim. Nə yaxşı ki, buradasın. Nə yaxşı ki, müəllim ola bildim. Demək, mən özümü də kəşf edə bilməmişdim. Çünki cəmiyyət məni fərqli formalaşdırmışdı. Özünü dərk orada valideynlərin övladlarına verə biləcəyi məncə ən böyük hədiyyədir. Bir mənalı. Özünü dərkdə mənim sözünüzə qüvvət düşünürəm ki, həyatla yoğrulmaqdan formalaşır. Hazırki günümüzün valideynləri övladlarını o qədər idarə eləməyə meyllidirlər ki, onlar istəmirlər həmin o uşaq həyatla yoğrulsun, bəlkə boşa düşsün. Sual verəndə də deyirlər ki, bir dənədir, iki dənədir, biz onları qorumaq istəyirik. Amma o bir dənə çox maraqlı bir söz var. Çətin mühitlər, şəraitlər uğurlu insanlar yetişdirir, uğurlu insanlar... Komfortlu uşaqlar böyüdür, o uşaqlar təzədən çətinliyə düşürlər. Hə, belə bir yaxşı bir... Bəli, yəni o qədər həqiqət var ki bu məsələdə. Bu məqamda növbəti sualımı istəyirəm sizə verim. Bu kontekstdən çıxış eləyəndə valideyn nə qədər məktəbə və yaxud da ki, müəllimə güvənir. Daha da konkretləşdirsək, şagird nə qədər öz müəlliminə güvənir, valideyn nə qədər öz məktəbinə güvənir ki, öz övladını oraya etibar eləyir və bu qədər idarəçiliyin nəticəsində uğurlu, diplomlu şəxsiyyətlər gözləyir. Çox təəssüflər olsun ki, Azərbaycan məktəbi Azərbaycan valideyninin güvənini itirib. Yəni, bu gün Azərbaycan valideyni Azərbaycan məktəbinə güvənmir. Bu ümumi sistemin də problemi ola bilir, bu müəllimin də problemi ola bilir. Bir vaxtlar valideynlər məktəbə güvənirdi. Məktəbdə müəllim uşağı döysə də, söysə də fikirləşir ki, o gedir və bu bunun yaxşılığınadır. İndi məktəbdə uşağa bir dənə çıtma vura bilməsən, çünki valideyn bilir ki, sən buna düşmənçilik eləmisən. Səbəb, etiraf elə, burada valideyn, yəni cəmiyyətin inkişafı da var. Bir zamanlar müəllim neçə nəfər idi? Yəni mən 50 il, 60 il, 100 il bundan qabaq çox az bir mühitdə savadlı insan var idi. Və bu savadlı insana hamı çox böyük hörmət ilə, izzət ilə, bilgi sahibi bilirdilər də. Adam oxuyub gəlib, diplomu var, həm də bunun bilgi dolu insandır. Bugün artıq insanımız, bayaq dediyim, müəllimin bilgisinə ehtiyac duymur. Hamı psixoloq olub TikTok-un üzrə, Facebookdan, Instagramdan, hamı fərdi inkişaf sahəsində təlim alır. Hamı nə bilim, filan pedaqoq deyir ki, uşağa belə yanaşarlar, filan psixoloq deyir belə yanaşarlar. Oturub indi izah edirsən şərtləşində o uşağa deyib də, bu uşağa deməyib. Hər uşağın da öz fərdi psixoloji durumu var. Birinci o problem ki, valideyn özünü müəllimdən ağılsız hesab eləmir və bilgisiz də hesab eləmir. Bəzən üstün hesab edir. Bəli.
üstünlüyü də var, sözsüz. Elə istedadlı valideynlərimiz var, fərqli sahədə çalışır. Müəllimdən də çox önəmli peşədir. Amma ona görə də müəllimin işi çətinləşib. Müəllimi valideyni inandırmaq, ona görə müəllim yalnız bilik deyil də, burada artıq dediyim məsələ o təcrübə, bacarıq, çevik zəka, vəziyyətdən çıxış yollarının tapılması, bayaq dediyiniz zaman ilə məktəbə yaxınlaşdırılması, bu proses gəlib və biz də buna uyğunlaşaq. Yoxsa uşaq gəlib mənə, ay müəllim bilirsiniz, misal üçün deyəndə ki, mən nə bilim Gemini-yə yazıram ki, filan şey filandır, filan mənə cavab verə bilir. Müəllim kəs səsi bu nədir? Bu boş-boş işlərlə məşğul olma deyirsə, halbuki uşaq başa düşür ki, müəllim sən nə gündəsən? Bu boş-boş şeylər deyil, çox önəmli bir proqramdır. Dünya bundan istifadə eləyir. Bundan siz də yararlana bilərsiniz. Və uşağın da məktəb müəllimə güvəni qırılır. Valideyn gəlib bir şey deyir. Çünki müəllim ona görə müəllimin işi çətinləşib və o güvəni qaytarmaq üçün biz o sistem güvəni qaytarmağımız üçün bir sistem olaraq, təhsil sistemi olaraq çox ciddi islahatlara ehtiyacımız var. Düzdür, bugünkü təhsil sistemimizdə ümumiyyətlə Elm və Təhsil Nazirliyinin islahatları var, layihələri var, amma 30 ildə itirdiyimiz o qədər şey var ki, son 1-2-3 ildə bunu mən inanmıram ki, yaxın bir zamanda aradan qaldıra bilək. Biz əvvəllər təhsil üçbucağı deyirdik, valideyn, məktəb, şagird üçbucağı və uşağa kömək eləməsin, cəmiyyət. Amma bir uşağın formalaşması üçün bir dairəyə ehtiyac var. Dairədə nöqtələr çoxdur. Üçbucaqda 3 dənə nöqtə var. Ev, məktəb, tutaq ki, bir də uşaq. Amma dairədə o qədər nöqtə var ki, təsir eləyici amil o qədərdir ki, bir uşağı böyüdəndə TikToku da nəzər almalısan, Facebooku da nəzər almalısan, onun dostlarını da nəzər almalısan, televizorda nəzər almalısan, YouTube'u da nəzər almalısan, YouTube Kids'i də nəzər almalısan. Misal üçün deyirəm, amma nə bilim, cəmiyyətdəki prosesləri nəzər almalısan, dünyadakı gedişata nəzər almalısan. Bunu yetişdirən məktəb və ailədir. Ailə ola bilər savadsız ailədir. Məktəb də çox üstün bir məktəbdir. Ailə çox yüksəkdədir, amma məktəb hələ də o səviyyədə deyil. Ona görə balanslaşa bilmir də. Ona görə biz təhsil dairəsində o konusvari şəkildə bir şagirdin üzərində formalaşma, onu yüksəyə qaldıra bilərik. Mərkəzi nöqtədə şagirdi, yəni uşağı saxlayıb yüksəldə bilərik. Və bu baxımdan biz məktəbin güvənini qaytarmalıyıq. Ən böyük bəlamız budur. Yəni məktəbə və müəllimə valideyn güvənmir. Amma çox maraqlıdır ki, bəzən baxırsan məktəbə güvənmir, tutaq ki, repetitora güvənir. Amma həmin repetitor elə həmin məktəbin müəllimidir. Yəni eyni müəllimdir də, eyni sinifdədir. Deməli sistemə güvənsizlik var. İnamsızlıq var. Bu da bir zaman alacaq bunu aradan qaldırmaq. Çünki 30 ilin keçid dövründən bu tərəfə yıxılan çoxlu sütunlar oldu. Pis yaxşı Sovet təhsili var idi. Biz onu yıxdıq, dağıtdıq, məhv elədik. Yeni bir şey quracaq dedik və onu da quranmadıq. Yarımçıq və indi son 3-4 ildə yanaşmalara baxıram ki, fərqli yanaşma var, amma bu da böyük zaman alacaq deyə düşünürəm. Müəllim, bizim magistraturada bir müəllimimiz var idi. O həmişə dərsimizin adı belə idi, proqram gelişdirmə. Həmişə deyirdi ki, yenilik yaratmaqdan ziyadə əlinizdə olanı yeniləməyi düşünün. Bunu üstün tutun. Əksik tərəfləri, çatışmayan tərəflərini tamamlamağı düşünün. Hazırki vəziyyətdə mənim gördüyüm qədərilə təhsil sisteminə olan güvənsizliyin əsas səbəblərindən biri də təhsil sisteminin əsas onurğası olan müəllimin özünə güvənməməsidir. Bu özgüvənsizliyin, o ağacın kökündəki o özünə dərkin aşağı olmağının əsas səbəblərindən biri də psixoloji tamlığımızın pozulmağıdır. Burada çox qəşəng. Ailə qayğıları, məişət qayğıları, dolanışıq falan, bütün bunları kompleks şəkildə nəzərdə biz tutanda necə eləyək ki, müəllimlərin psixoloji tamlığını özlərinin öhdəsinə verək və deyək ki, ay müəllim, sən özünü psixoloji olaraq tamamla, sən özünü tamamlayandan sonra məktəb rəhbərliyin də, şagirdlərin də, valideynlərin də sənə güvəni artacaq və dolayısıyla sistemə güvəni artacaq. Çox qəşəng, təşəkkür edirəm. Çox yaxşı yerə toxundunuz. Bütün bu güvənsizliyin başlanğıcında müəllimin öz güvənidir. Bir müəllim ki, tapşırıq ilə, dayda ilə, müxtəlif yollar ilə, nə bilim, gözü qıpıq şəkildə məktəbə işə düzəlmirsə, o imtahana girir, nəticə göstərir, müsabiqəyə girir, haqqı ilə o işi qazanırsa, o müəllim heç nədən qorxmayacaq. O yer gələndə valideynin də qabağında duracaq,
nə bilim, məktəb rəhbərliyi əgər haqsızlıq eləyirsə, ona da sözünü deyə biləcək. Çünki özünə güvənmək hissini formalaşdıracaq o sertifikasiya. Və zaman-zaman görürəm ki, doğrudan da o dediyiniz prosesdə elədir. Yəni öz nəticəsinə güvənən, arxayın olan, gözləriniz gülür. Yəqin siz də o vəziyyətdə baş üzə çıxanlardansınız. Yəni orada artıq sən rahat olursan. Yəni mən nədən qorxmalıyam ki? Amma biz nə eləyirik? Bir şey deyirəm, birdən nə bilim direktorun xoşuna gəlməz, müdir müavini belə deyər, nə bilim, nəsə də, amma sən bilirsən ki, bu haqlısan və müəllimsən və bunu ifadə etmə imkanların var. Müəllimin öz güvəni olması üçün birinci maaşdır. Yaxşı maaş olmalıdır. Yəni müəllim işləməsi üçün. Və kişilər müəllimlikdə maaş az olduğu üçün buradan yayındı. Tamam başqa sektorlara getdilər. Və məktəbdə maaş yoxdur, və ailə dolandıra bilmirəm deyə uzaqlaşıldı və qaldı qadınlarımızın üstünə. Qadınlarımız da ya məcburiyyətdən, ya başını qatmaqdan, ya bekarçılıqdan bu işə düzəldi. Ki, yenə istisnalar qaydaları pozmur, sizin kimi yaxşı müəllimlər işin önündədir və məktəbdə vəziyyət düşdü aşağıya. Ona görə məncə birinci maaş müəllimin öz güvəninə təsir edəcək amildir. Çünki müəllim niyə bahalı maşın sürməsin, müəllim niyə yaxşı ayaqqabı geyinməsin, brend marka geyinməsin. Dünyada heç bir yerdə müəllimlər həmişə yaxşı maaş almayıblar. Yəni bu tək Azərbaycan deyil, ən az maaş alan həmişə müəllimlər olublar. Bu birinci məsələ idi. Bayaq dediyim kimi, yəni o özgüvən qaytarılması. İkinci, imtahanla qəbul olunma bir özgüvən anlayışıdır. Və bütün bunlar toparlananda şəxsiyyət kimi müəllim də bir şəxsiyyətdir. Bəzən səslənir müəllimlərə qabiliyyət imtahanı. Bəli. Arada fikirləşirəm ki, ehtiyacdır, çox böyük ehtiyacdır. Çünki müəllim üçün qabiliyyət imtahanı önəmlidir. Onsuz da müsabiqə var, yəni müəllimliyə qəbul. Universitetə hamı girə bilir, amma məktəbə gedəndə müsabiqə var. Orada artıq onun səsinə baxınılır, nə bilim, və s. parametrləri nəzərə alınır. O baxımdan çox qəşəng vururuz. Müəllim özgüvəni yaranarsa, məktəb özgüvəni yaranır, məktəb özgüvəni yarananda toplum özgüvəni yaranır, toplum özgüvəni yarananda ölkə özgüvəni yaranır. Bizdə isə sözsüz ki, detaldan başlamalıdır. Mən bir dəfə yenə Türkiyədə təhsilin ən başında olan birinə bir sual verdim. Sanki bilmirdim də o çox önəmli biridir, vəzifəcə, statusca, heç nədən xəbərim yox idi. Belə dedim ki, siz necə olub ki, olub ki də bu nöqtəyə gələ bilmisiniz? Mənə dedi ki, risk alaraq. O söz harca üstündən bir il keçib, mənə o qədər silkələdi ki, biz günümüzdə özgüvənimizi də aşağı salan, elə özünü dərkimizi də aşağı salan, ümumilikdə həyata adaptasiyamızı aşağı salan məsələlər komfort zonamızdan çıxmaq istəməməyimiz, daim özümüzü rahatda saxlamağımız. Bizim həmişə sabah qorxumuz olub, müəllimə. Olub? Həmişə sabah qorxumuz olub. Cehiz yığmaqdan başlayın. Qış tədarükü. Qış tədarükü həmişə sabah qorxumuz olub. O qorxu var ha, ehtiyac qorxusu. Birdən görəsən sabah nə olacaq? Bu bizim Sovetlərdən qalma qorxumuz, bizim regionun qorxusu, risk almaq, yəni qorxusu çox böyükdür bizdə. O riskdən qorxur ki, birdən belə olmasa, deyir ki, həyatım alt üst oldu, deyir, nə bilirsən, bəlkə alt üstündən daha yaxşıdır. Ona ürək eləmək lazımdır. Yəni müəllim də çox riski sevməlidir. Yəni müəllimlik əslində onu tələb eləyir. Risk eləməyi bacarmalısan. Zamanla da xüsusilə ayaqlaşmalı olduğum məqamlarda o qorxularımız beynimizin aşağı hissələrində, o alt qatlarında olan məsələlərdir. O qorxularımıza qalib gəldiyimiz anda düşünürəm ki, yeni qapılar açılır və yeni həyat bizim üzümüzə gülür. Bəli, bizim üzümüzə gülür. Bu baxımdan müəllim, son olaraq gənc müəllimlərə, bizi izləyən gənc müəllimlərə tövsiyələrinizi istəyəcəm sizdən. Çox sağ olun. Mən elə təşəkkür minni də eləyim. Maraqlı söhbət oldu. Çoxdan da belə televiziyalarda ümumiyyətlə rahat söhbət eləyə bilmirik. Ya vaxtarlıq olur, ya sual qıtlıq olur və s. Minnətdaram. Maraqlı mövzudur. Pozitiv enerjiniz ilə də mövzunu zənginləşdirdiniz. Birinci, gənc müəllimlərə sizin sözünüzdən deyirəm, mübariz olmaları lazımdır. Yorulmadan bu prosesə qoşulmaq istəyən. İkinci, bir müəllimə sual, həmişə özünə sual versin ki, doğrudanmı mən müəllim olmaq istəyirəm, yoxsa yox? Müəllimlik nə qədər şərəfli peşə olsa da, ali peşə olsa da, müəllimlik qədər ağır peşə yoxdur. Sən 3 amili həmişə nəzərdə saxlamasan, ailəni, şagirdi, rəhbərliyimi və cəmiyyəti deyək də, və hamısına xidmət eləməlisən, hamısını oynamalısan, biraz kobud desəm. O baxımdan müəllim üçün birinci özünə sual vermək, doğrudanmı mən müəllim olmaq istəyirəm, yəni bu fədakarlıq tələb eləyir. İstəmirəmsə gedim başqa işlə məşğul olum, ya oluramsa da belə vicdanla olum, birinci məsələ odur.
İkinci məsələ mütaliədir. Hər bir müəllim öz peşəsini və öz sahəsindəki yəni prosesləri izləməlidir, oxumalıdır. Nə bilim, uşaq hazırlaşdırır, gedib Dövlət İmtahan Mərkəzinin sistemini izləməlidir. Nə bilim, istəyir ki, gələcəkdə tədqiqatçı müəllim olsun, elmi işlə məşğul olmalıdır. İstəyir ki, rəhbərliyə keçsin, Təhsil Nazirliyinin göstərdiyi tədbirlər falan və s. və s. Yəni öz üzərində işləməlidir. Tövlid portfolyosunu zəngin eləməlidir. Bir mənalı budur. İkinci, mənim həmişəki tövsiyəm müəllim şagirddən şikayət eləməyi dilindən çıxartmalıdır. Şikayət müəllimi şagirdə düşmən eləyən amildir. Məktəbi valideynə düşmən eləyən amildir. Şikayət yox. Çünki bir valideyn uşaq verir bizə ki, biz onu formalaşdıraq. Mən də ondan bacarmayıb, onunla şikayət elədiyimdə yolunu tapmalıdır. Yəni çətindir, başa düşürəm, necə olacaq vəziyyəti idarə edən, amma yolunu tapmalıdır ki, mən bax bu material verilib mənə, mən bunu çox yaxşı bir aşılamalıyam. Onun üçün də hər dəfə ay bunu verən, gəl görüm nə vermirsən mənə deməməlisən. Ona görə də şikayəti dilindən çıxartmalıdır. Məncə sevgi bayrağı olmalıdır. Pafoslu səslənsə də müəllimin birinci bayrağı sevgidir. Sən ona sevgini verdinsə, ona verəcəyin ən böyük qiymət, ən böyük öyrədəcəyin elmdən yüksəkdədir. Yəni biz şagirdə, mən tez-tez bizim müəllimlərə də deyirəm, biz şagirdlərə qiymət yazmırıq, biz şagirdlərə sevgi veririk, biz şagirdlərə ev tapşırığı vermirik, biz şagirdlərə sevgi veririk və s. və s. O sevgini göstərməlidir. Çünki uşaqlar duyum qabiliyyəti böyüklərdən daha güclüdürlər. Bir baxışdan bilir ki, sən onu sevdin, sevmədin, qəlbində nə bilim ona qarşı münasibət necədir, gözündə necədir. O baxımdan onu üzərlərində formalaşdıran bir müəllim, yəni sevgisi bayraq eləyən müəllim, çalışqanlığı olan müəllim, oxuyub öyrənməyə meylli olan müəllim uğurlu müəllimdir və uğurlu da olacaq. Amma yalnız bili ilə məsələni həll etməyə güvənirlərsə, əmin olsunlar ki, bir gün yarı yolda qalacaqlar. Çünki robotlar gəlir. Robotlar müəllimləri əvəz eləməsin deyə müəllimlər özlərinin o zəkasını gəlişdirməlidirlər, inkişaf elətdirməlidirlər ki, bəşəriyyətə, cəmiyyətə faydalı, gərəkli insan yetişdirə bilsinlər. Buna da deyirik biz bilgə insan. Təşəkkür edirəm. Çox sağ olun. Çox maraqlı bir söhbət oldu. Vaxtınızı ayırdığınız üçün bir daha təşəkkür edirəm. Hörmətli izləyicilər, bugünkü qonağımız Hədəf Şirkətlər qrupunun qurucusu, filoloq, müəllim Şəmil Sadiq idi. Biz bugün onunla təhsilin zamanla ayaqlaşmasından danışdıq. Ümid eləyirəm ki, bu söhbətimiz sizin üçün faydalı oldu. Növbəti podkastlarda görüşənədək.